Bugün qızımla birlikte çox asan şokoladlı bananlı piroq hazırladıq. Ən gözəli isə bunu demək olar ki, özü etdi. Bu önlüyü Polşadan rəfiqəm mənə göndərəndə Canilin heç bir yaşı yox idi. Bugün isə artıq özü piroq bişirmək istədi. Əvvəlcə birlikdə quru ərzaqları hazırladıq. Unu ələdik, kakaonu əlavə etdik. Sonra şəkər tozu və vanilin qatdıq. Daha sonra yumurta, süt və yağı əlavə etdik. Hamısını birlikdə qarışdırdıq. Sonda isə bananı qatdıq. Və qarışım artıq hazır idi. Formaya tökəndə necə diqqətlə baxırdı. Sonra isə sobaya göndərdik və səbirsizliklə gözlədik. Bu arada şokoladlı glazuru hazırladıq. Şəkər, kakao və sütü qarışdırdıq. Üzərinə kərə yağı əlavə etdik. Əriyəndən sonra isə şokoladı qatdıq və isti-isti piroqun üzərinə tökdük. Nəticə isə həqiqətən möhtəşəm oldu. Ən əsası isə birlikdə keçirdiyimiz bu anlar idi. Resepti itirməmək üçün saxla və sən də mütləq yoxla.